Lənkəranda çürümüş ağac avtomobilin üstünə aşıb 2 nəfər xəsarət alıb. Hadisə səhər saatlarında Köhnə Ələt-Astara magistralında Parakənd kəndi ərazisində baş verib. Astara rayonunun Təngərüd kənd sakini 59 yaşlı Müzəffərovun idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol kənarında çürümüş ağac aşaraq nəqliyyat vasitəsinin üstünə aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı 38 yaşlı Nişabə Müzəffərova və qızın qaynanası 66 yaşlı Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri müvafiq şöbədə davam etdirilir. Yazıq adam yaxşı oldu, ölmədilər. Allah'ın olsun. 4 nəfər. Bəli, ikisi xəsarət. Bakı Astara 216-cı kilometr. Belə ağacların sayı sayısız hesabsızdır. Baxın bir dənə zəhmət olmasa. Bu ağ buna vurulub. Bu ağ buna vurulub aldatmaq üçün, aldanmaq üçün. Yəni ki, belə ağaclar yüzlərləndir. Fəsad yaradıb. Bütün bu ağaclar kəsilməlidir. Bütün bu ağaclara tədbir görülməlidir.